Çok sağ ol kardeşim, yorum etsin. Yorum versən dedim, eşitmədin. Ha, eşitdim. Bəs ona necə cavab vermirsən? Bir sağ ol deməklə çətindir. Sağ ol. Sənin ağzının kənarından sağ ol deməyinlə mən sağ olmuram da yəni. Aş, mən neylədim ki? Siqaret istədim, verdim də. Ona aparatlar deyilir də, səncə məsələ elə alıb verməkdir. Nə deyirsən, nə qədər sən? Mən bir sənə nə deyirəm? Bir sağ ol deyəcək qədər qopmuşuq bir-birimizdən. Bir insan kimi istədim səninlə rəftar edeyim, o insanlıq da səndə qalmır. Salam verəndə hamı bir-birinə şübhə ilə baxır. Qardaş, çox böyüdü, sən nə söhbətsən? Ay sağ ol. Bax, heç nəyi böyütmürük deyə gəlib bu vəziyyətə çıxmışıq. Kiçik şeylər dedik, o kiçik şeylərin üstünə qurulub bütöv bir mədəniyyəti məhv eləmişik. İnsan bir-birinin üzünə baxmır. Çünki bir-birinin üzünə baxmaq belə ağır gəlir hamısına. Elimde kırık bir terazi, göğsümde yaralı bir azi, yüzümde koskoca bir mazi.